Vaxta qədər ki, dərslərdə daha çox işıq korreksiyası ilə məşğul olmuşduqsa, bu günləri daha çox rəng üzərində durub rəng korreksiyası eksperimentləri aparacaq və bunun üçün bizə iki məşhur funksiya lazım olacaq. Birinci hue saturation. Belə bir pozitiv şəkil var. İngil pozitivliyi də olsa bu şəkildə var. Belə bir şəkil var və biz bu şəklin rənglərinə müdaxilə etmək istəyiriksə, baxa görək əlimizdə hansı funksiya var. Hue saturation nədir? Şəklə necə təsir eləyir? Hansı parametrlərə müdaxilə edə bilirik? Hue saturation bu şəkildə açıldı. Eyni qaydada biz non-destructive metodla burada onu əlavə edə bilərik. Gəlin ümumiyyətlə daha çox bura ilə işləyək. Yəni sadəcə bilin ki, eyni qaydada adjustment-da da eyni funksiyalar bizi gözləyir. Hotkey-ni görə bilərsiniz. Ctrl-U, macOS-də isə Command-U. Hue saturation əlavə olundu şəkilə. Tamam. Özündən altda olan fotoya hansı formada təsir göstərəcək, ona baxaq, ona nəzər salaq. 3 əsas bar var burada, şkala var. Hue, rəng çalarları burada görürsünüz, maraqlı şəkildə rənglər bir-birini əvəzləyir. Daha əvvəl səhvləmirəmsə gradient mövzusunda biz rəng dairəsi mövzusunda toxunmuşduq. Burada ardıcıllıq necədir? Qırmızı, narıncı, sarıncı, sarıncı nə? Qırmızı, narıncı, sarı rənglər bir-birini əvəzləyirdi. Həmin məntiqdir, yəni sadəcə bizim bu dairənin sanki düz xəttli açılmış versiyasıdır. Bu rənglər təsadüf deyil. Ümumiyyətlə qrafik dizaynda proqramların fərqli platformalarından istifadə etdiyi bu rəng şkalası hamısı bax o rəng dairəsinə əsaslanır. Başlayaq korreksiya. Yəni biz buradakı şkalanı, markeri daha doğrusu bu şkala üzərində gəzdirdikcə hər rəng müvafiq olaraq öz qonşusunu, rəng dairəsi üzərindəki öz qonşusu ilə əvəzlənmiş olacaq. Məsələn, gəlin resetləyək. Əgər sarı rəngə baxsaz, yəni digər tərəflərə boş verin, yəni digər hissələrə baxmayın, azı sarıya fokuslanaq. Yəni mən burada hərəkət elədikcə, yəni markerin altındakı rənglə hələlik heç bir əlaqəsi yoxdur. O başqa şeyə qulluq eləyir. Hərəkət elədikcə sarının qonşusu bizdə nə idi? Narıncı, tamam, gördünüz? Sarı tonlar oldu narıncı. Dəyişək, yavaş-yavaş qırmızı ilə əvəzləndi. Bu birazdan çəhrayı, bənövşəyi, göyə doğru gedər. Gəlin yoxlayaq. Çəhrayı, bənövşəyi, göy və mavi tonlar. Nə olduğunu başa düşdünüz yəqin ki və eyni qaydada gəlin resetləyək. Eyni qaydada burada hərəkət elətdirdikcə rəng dairəsinə uyğun yaşıl rəngdə öz qonşu çalarları ilə, rəng tonları ilə əvəzlənəcək. Biz ümumi şəklin rəng çalarlarını nadir hallarda bu formada dəyişirik. Ola bilər, yəni çox düzü, həddən artıq düzü toxunuş etmək üçün eləyə bilərik. Amma ümumi fotonu müəyyən bir rəng çalarlarına, bir monoxrom görüntüyə salmaq istəyiriksə ki, sırf hue saturation-dan böyük ehtimal ki, daha çox o məqsədlə işləyirik. Colorize bölməsini aktivləşdirək. Ümumi foto, bütün piksellər, bütünlüyü və açılığı nəzərə almaq şərti ilə markerin altında olan bu qırmızı tonu aldı. Biz təbii ki, dəyişdikcə artıq indi sırf markerin altındakı rəngə uyğun bizim piksellərimiz rənglənəcək. Monoxrom rəng, yəni bir tonlu, bir çalarlı rəng almaq üçün biz bu variantdan istifadə edə bilərik. Hansısa stilizasiya olunmuş bir rəng korreksiyası üçün və ya bəzən hətta vintaj, köhnə üslublu fotolar almaq üçün işimizə yaraya bilər. Hue ümumiyyətlə fotodakı rəng çalarları. Tamam. Gəlin colorize-i yığışdıraq və saturation bu rəng çalarlarını dəyişirsə, saturation rəngin canlılığını, parlaqlığını təyin edən bir göstəricidir. Əgər biz rəngləri maksimum parlaq eləsək, hətta biraz sonra şəkil yanacaq, rənglərin parlaqlığı anormal dərəcədə çox olacaq ki, təbii ki, belə bir şey arzu olunan deyil. Bir də bunun tərsinəsi var. Əgər rəngliyi azaltsaq nə baş verəcək? Foto ağqara olacaq. Fotonu ağqara eləməklə bağlı bizim ayrıca bir mövzumuz olacaq, amma indidən artıq bilin ki, hansısa bir fotoya ağqara effekt vermək üçün biz hue saturation-a girib onun rəngliliyini, rənglilik gücünü, rənglilik dərəcəsini sıfıra endirə bilərik. İndiki halda -100-ə endirə bilərik ki, foto ağqara olsun. Gəlin bunu da yerinə qaytaraq. Elə 0 olsun, gəl bura 0 yazaq. Və lightness, işıqlığı, yəni şəkil ümumi işıq olsun, yoxsa ümumi qaranlıq olsun. Yəni manipulyasiyalarda süni şəkildə qaranlıq və ya nə bilim dumanlı tonlar almaq istəyirsinizsə, bəlkə bu variantdan istifadə edə bilərsiniz.
Eyni zamanda hue saturation-da Photoshop-un nisbətən son versiyalarındakı yeniliklərdən sonra konkret rəng çalarları ilə işləmə imkanımız da var. Məsəl üçün bu düzənin qutqasını, gödəkçəsini fərqli rənglərə salmaq istəyiriksə ki, bizdə indi bu sarı rəngdir. Həmin sarı rəngi götürək və digər hissələrə dəymədən həmin hissələri alternativ rənglərlə rəngləyək. Nəinki rəngləyək, eyni zamanda həmin hissənin parlaqlığını artıraq və əksinə parlaqlığını azaldaq, tündləşdirək və açıqlaşdıraq. Yəni ki, bu tipli toxunuşlar eləyə bilərik. Fərqli rəngləri tətbiq eləməklə maraqlı görüntü almaq üçün başqa belə bir foto seçmişik yenə Unsplash-dan. Bəzən hansısa fotoda müəyyən bir detalı rəngli saxlayıb digər hissələri tutaq ki, rəngsiz eləmək lazım gəlir. Yəni elə təsəvvür eləyək ki, bizdən bu fotonu tamamilə ağ-qara edib ancaq lalələri qırmızı saxlamaq istənilirsə, tələb olunursa, yenə girək hue saturation-a və götürək səmanı ağ-qara eləmək istəyirəm. Daha doğrusu rəngsizləşdirmək istəyirəm. Səmanın rəngi bizdə nədir? Ya göydür, ya da siyandır. Götürək hələlik ki, göyü və saturation-ı azaldaq. Görürsünüz, təsiri var. Parlaqlığı artırıb azaltdıqca təsir var səmada, amma daha çox əslində dağlara təsir edir. Hər bir halda yəni bunu minimuma endirdək. Siyanı götürək, yəni açıq mavi tonu götürək. Bunu artırsaq çoxalacaq, sıfıra doğru yaxınlaşdırsaq, -100-ə doğru daha doğrusu. Fotonun yuxarı hissəsi tamamilə oldu ağ-qara. Yəni ancaq qırmızını saxlamaq istəyirəmsə, o zaman gəlin yaşıldan da xilas olaq. Halbuki əslində belə də saxlaya bilərik. Götürək yaşıl kanalı, parlaqlığını artırsaq, yaşıl əməlli başlı parlaq oldu, azaltsaq, əslində bizə görə ağ-qara olmalıydı, amma sadəcə yaşılın parlaqlığı, rəngliliyi azalmış oldu. Yəni yaşıla cavabdeh olan burada təkcə yaşıl deyil, eyni zamanda sarıdır. Ona görə sarını da bu dəfə -100-ə qədər dəyişsək, çox rahatlıqla, yəni əlavə bir seçim eləmədən, mask eləmədən fotoda bütün kanalları, bütün rəngə aid olan hissələri, pikselləri ağ-qara elədik, ancaq güllər qaldı qırmızı. Qayıdaq bizim bu düzənin şəklinə. Hue saturation, hələlik hue saturation qalsın, heç bir dəyişiklik yoxdur. Hue saturation'da yeganə bir şeyə toxunmaq lazımdır. Biz bəzən fotoları daha rəngli eləmək istəyirik, xüsusən də əgər fotoda rəng azsa. Əslində bu kifayət qədər qəşəng, balanslı, çox aşırı diqqət çəkməyən, görməmiş kimi görünməyən rəngə sahib olan bir fotodur. Amma birdən də fotonu biraz daha rəngli, daha canlı, daha pozitiv, uşaq mövzusudur, daha xoş görüntüyə salmaq istəyiriksə, rəngi artıra bilərik. Bəzən xüsusən də yeni başlayanlar həvəsə gəlib, mənim şəklim daha rəngli olsun deyib, biraz sonra işin fitini çıxarda bilərlər. Təbii ki, belə əsla qəbul olunan deyil. Ona görə mümkün qədər, yəni nə qədər tez mümkünsə o qədər dayanmaq lazımdır bax bu saturation'ı artırmaq işində. Əslində bəlkə də elə bunun üçündür ki, rəngin artırılmasında daha ehtiyatlı, daha bəlkə də korrekt bir metodumuz da var. Photoshop bunun üçün, Adobe bunun üçün daha doğrusu Photoshopda hue saturation'ın qonşusu olan, əmsi nəvəsi olan vibrance bölməsini, funksiyasını daha doğrusu gətiribdir. Əslində oxşuyur. Yəni hue saturation'ın demək olar ki, hue saturation hissəsi, amma bu dəfə iki hissədən ibarətdir. Həm saturation var, həm də vibrance var. Fikir verin, saturation'dan fərqli olaraq hue saturation'dakı saturation'dan fərqli olaraq burada vibrance biz maksimum artırsaq da proqram pikselləri qoruyur, yəni rənglər artıq yanmır. Rənglərin müəyyən bir doyma dərəcəsi varsa, parlaqlıq üçün, rənglilik üçün, həmin o dərəcədən o tərəfə keçmir. Hue saturation'da saturation rəngli və rəngsiz, ya daha doğrusu az rəngli və çox rəngli pikselləri eyni dərəcədə götürüb parlaqlaşdırır. Ona görə də bəzi hissələr parlaq olduğu anda digər hissələr artıq yanmağa başlayır. Vibrance elə deyil, biraz seçici yanaşır piksellərə. Daha əvvəl rəngli olan hissələri az rəngləndirirsə, parlaq eləyirsə, rəngi az olan doymamış hissələr, pikselləri isə daha çox rəngləməyə çalışır. Təbii ki, yox, yəni görməmişdə eləmək istəyiriksə, ya bu nədir, bu vibrance az verdi rəngi, mən daha şəklimi rəngləmək istəyirəmsə, o zaman salam əleykum. Saturation bölməsinə girib yenə də mövzunun şitini çıxarda bilərik, amma ümumiyyətlə biz yəqin ki, bir çox hallarda heç bura dəyməyib, ancaq vibrance-dan ümumi şəkildə biraz parlaqlıq, biraz rənglilik verib bundan da kifayətlənirik. Şəklin müəyyən bir hissəsini
rəngləmək və ya müəyyən bir hissəsinin parlaqlığını dəyişib digər hissələrə dəymək istəmirsə, təbii ki, bu zaman yenə də mask əlimizin altındadır. Nə bilim, uşağın sifətindəki bu rəngliyi biraz daha təbii rənglərə qaytarıb digər hissələri belə parlaq eləmək istəyirsə, rahatlıqla mask bölməsinə keçib, braşı götürüb, X ilə qara rəngi aktivləşdirib, braşı biraz böyüdüb, uşağın sifətinin üzərinə biz bunu gəzdirə bilərik ki, ey Vibrance, sən hər yerə təsir elə, ağ olan yerlərə təsir elə, amma qara olan yerə ki, indi o yer bu uşağın sifətidir, bura sən təsir eləmə. Bunun sonunda da bizim şəklimiz olduğu rəngarəng, hətta rəngli daha doğrusu kifayət qədər parlaq, amma bununla belə uşağın siması öz təbii tonlarında qalmış oldu. Hue Saturation və Vibrance mövzusu bu qədər. Praktikadan keçirin, öz çəkdiyiniz fotoları və internetdən götürdüyünüz şəkillərə rəng korreksiyası verin. Mahiyyəti aydın olsun, biz isə növbəti mövzuya davam edək.